Sizcə bu avtomobilin sürətlər qutusu yağın neçəyə dəyişirik? Çox gözlətmədən deyim, cəmi 150 manata. 8 litr yağla sürətlər qutusu yağı tam şəkildə dəyişdirilir. Bir nüansı da qeyd edeyim ki, mütləq şəkildə sürətlər qutusu bu aparatla sürətlər qutusunun filtrinin təzyiqi yoxlanılır. Filtrin təzyiqi 2 atmosferdən aşağı olarsa, o zaman məsləhət görülür ki, sürətlər qutusu endirilsin və filtrlə birlikdə dəyişilsin. Filtrlə bir yerdə dəyişəndə də çox qəşəng qiymətə gəlir çıxır. Cəmi 295 manata. Avtomobilin sürətlər qutusu endirilir, orijinal filtr qoyulur, 8 litrdə yağ əlavə olunub, üzərinə bağlanıb, yoxlanıb, müştəriyə təhvil verilir. Bu qiymətə filtr də daxildir. Yəni, bəzən sual verirlər ki, bəs orada nələrsə fərqlidir, ancaq bu yağın qiymətidir. Xeyr, qardaşlar, tam yağ dəyişmənin qiymətidir. Sadə dəyişmə 150 manat, sürətlər qutusu endirilib filtrlə dəyişilməsi cəmi 295 manat. Qeyd edeyim ki, bu yalnız və yalnız avtomatik sürətlər qutusuna aiddir. Yəni Civic-lərə aid deyil. Hər birinizin yolun Avtoklub Yağ Mərkəzində gözləyirik. Avtomobilinizi də peşəkarlara etibar edin.